görürdü, mesela avtobus buradan keçib, bax bu dəqiqə avtobus keçib, baxın, bax. Avtobus keçib evin qarşısına. Bu avtobus gedir birbaşa avtovağzalar, metro gedir. Yəni bu evi alan adam heç də uduzmayacaqdır. Yəni büyük gündə belə bir evi tikmək üçün insanların, and olsun Allah'a, milyondan çox pul lazım. Milyondan çox pul lazımdır. Mən bu həyətdən 100 kamaz torpaq çıxarmışam. 100 Bəli, 100 kamaz. Mən buranı qazanda, buranın fundamentini qazanda, bu fundament qazıldı. Nətən Novosokada şeben verildi. Şeben veriləndən sonra beton əkildi. 12 dənə kolon var. Mən orada dedim, yəni 12 dənə kolon göstərmişəm orada da, görsənir də. Mənim dam örtüyüm də beton monolitdir. Etaj arası beton monolitdir. Yəni bu ev sırf yəni satmaq niyyətlə tikilməyibdi. Allah şahiddir ki, özüm tikmişəm. Prosta mən sizə bunun danışdığımdan yəni aqibəti nətərdir. Yəni uşağı Avropada ev almaq istəyirəm. O da Avropada ev almaqda bir yəni xeyir işlə bağlı. Hə, xeyir işlə bağlı. Yəni bu ev düşərli evdir. Bu evdə mən qızımın övladını, qız övladımın toyunu eləmişəm. Bu evdə xeyir iş olubdu. Bu evdə yəni imam süfrələri verirdi. Bu evdə iftar süfrələri verirdi. Yəni tanıyan bilir. İndi bəlkə də mənim o dostlarımdan, qardaşlarımdan həqiqətən görəcəklər bu videonu, YouTube-da görəcəklər ki, həqiqətən də yəni mən dediyim kimi var. Bəli. Bax buranın altı da obyektdir. Bəli, bunun altında obyektdir, bəli. Deməli, sizə bir şey deyim. Yer göstərdiyimiz kimi şey qadın gözəllik salonu, bir də kişi salonu. Burada görsənir, gəlin buraya bax. Baxın. Burada görsənir, baxın. Bax bu toldur, baxın. Qara görsən toldur. Bu istiyəşqi betondan sonra tol görsənir qara. Deməli, beton veriləndən sonra, beton monolit veriləndən sonra canlar. Bura istiyəşqə verir, istiyəşqədən sonra bura qır çəkilibdi. Mən dedim sizə 120 kilo qır almışdım. Bütün o torpaqda qalan hissə var ha evdə. Torpaqda qalan hamısı qırranıbdı. 120 kilo qır almışdım. Qırrandan sonra tol vurubdu, bikres tolu. Özü də bikres tolu bir dəfə yox ha, 2 dəfə vurdu. Ondan sonra pinoplast vurmuşam. Evin altını görsən evin altı istidir. Elə bilsən ki kombi, ancaq kombi yoxdur orada. Maşallah. Yayda olur buz kimi, qışda olur ot kimi. Alan adam, qardaş, məsəl üçün buranın kommunal pulu ilə də işıq pulunu da verirəm, qaz pulunu da verirəm, su pulunu da verirəm. Hələ vəsaitdən biraz da qalır, 200 manatlı qalır, verirəm onun maşının benzininə. Yəni bu ev öz tələbatın bu obyektini ödəyir. Həm obyekt var, həm ev var. Evin içində otursan, çörək gəlir ayda sən qapığa. Qalib mənim çox gözəl yaratmışsınız. Yaşaya həm obyektdən də çörək pulu gəlir. Bəli. Gözəl. Yəni bu evə alan adam heç də uduzmayacaq. İnfrastrukturası da çox yaxşıdır. Bax burada yaxınlıqda elə buradan aradası bir 150 metr, 200 metr Obama. Bəli. Obama market, sonra Gəncə təndiri var. Bəli. Sonra tikinti materiallar mağazini var burada. Bəli. Yəni əlverişli yerir. Dayanacağı da görürsünüz. Aslında bəli, dayanacaq oradır, bəli. Bir də bir şey deyim sizə. Məktəb burada yaxınlıqdadır, 6 nömrə məktəbi yaxınlıqdadır. Sonra burada kənd məktəbi